Hal-hazırda Masazır qəsəbəsindəyik. Bir xəstəmiz ağır vəziyyətdə olduğuna görə yaxınları müraciət elədi ki, bizim xəstəmizə baxan yoxdur, heç bir xəstəxana qəbul eləmir və həmən biz gəldik. Xanım, özünüzü təqdim eləyin. Mən Musayevə Leyli Sabir qızıyam. Xəstə bizim evdə qalır. 2 ildir bu xəstə bu vəziyyətdədir. Bu 3 ayda aparam xəstəxanaya, heç bir xəstəxana götürmür. Gah deyilə yerimiz yoxdur, gah deyilə dərmanımız yoxdur. Xəstəni deyir, apar evdə müalicə elə. Bu xəstə ağır xəstədir. Mən bunu necə evdə müalicə eləyim? Xəstəliyi nədir? Nədir xəstəliyi? Serozdur, 4-cü dərəcəli seroz xəstəliyidir. Neçə yaşı var xəstənin? 32. Baxın. Xəstəmiz bu vəziyyətdədir. Deyirlər, apar evdə saxla. Dəyərli izləyicilər, Nahidə xanım Skoru çağırıram. 4-cü dərəcəli qaraciyər xəstəsidir. Ağır vəziyyətdədir. Heç bir xəstəxana dediklərinə görə götürmür. Hansı xəstəxanaya aparmışıq? Deyirlər ki, yer yoxdur. Yer yoxdur, təcili yardımda aparmır. Niyə aparmır? Səbəbi nədir? Deyir, yer yoxdur, biz hara aparaq? Aparıb qaytarıb gətirəcəyik. Xanım ailəlidir? Bəli, ailəlidir. Neçə uşağı? Ayrılıbdır, 2 uşağı var. Uşağı da məktəbə getmir, yəni vəziyyəti ağır olduğuna görə imkan yoxdur məktəbə qoysun uşağı da. Siz yaxınlarısınız, xəstə olduğuna görə? Dayısı arvadıyam, mənim evimdə qalır, evi yoxdur, mənim evimdə qalır, mən baxıram. Yəni mən elə imkanım yoxdur ki, buna gündə bahalı dərman alalım, vurum. Xanım, hansı xəstəxanalara aparmışsınız və qəbul etməyiblər? Hal-hazırda dünənlərim yeni klinikaya sığorta vermişlər, atkaz elədilər. Niyə? Səbəbi nə dedilər? Deyir, yerimiz yoxdur, dərmanımız yoxdur. Abşeronda deyir, dərman yoxdur. Semaşkada deyir, dərman yoxdur. Aparım deyir, ora nəyə uzadım mən buna? Dərman yoxdur. Bax, xanım, bu vəziyyətdə... Deyir, apar evdə uzat. Bu vəziyyətdə xanımı götürmürlər? Yox, xəstəxanaya. Götürmürlər. Valla mən də qonşusuyam, bax gəzdiririk. Gəzdirmədiyimiz yer yoxdur. Allah hamd olsun, özü ilə bax gedirik, səhər saat 6-ya qədər xəstəxanaların qapısında boyun bükürük. Bax, bunlar hamısı onun sənədləridir. Bax, xanım, siz də bir qonşu kimi, şahid kimi gəlmişsiniz ki, bunu heç bir... Bunlarla gedirsiniz xəstəxanaya. Gedirəm, hə. Nə deyirlər, xanım? Götürmürlər, bir yerə aparırlar, deyir, yerimiz var, dərmanımız yoxdur. Mən indi bilmirəm, dövlət xəstəxanasıdır da, düzdürmü? Bu dövlət xəstəxanası, bunu dövlət özü verir də, bunun dava dərmanını. Deyir, bax, gəlsin, yatsın, amma bizim dava dərmanımız yoxdur onu eləməyə. İndi biz də Azərbaycan xalqına, prezidentimizdən xahiş edirik. Nə olar, bu cür yazıqdır, imkansız bir adamdır. Kimsəsiz bir adamdır. Gəlib dayısının, vallahi yoldaşı da xəstədir, bu da xəstədir. Şəkər xəstəsidir, özü də ağır dərəcədə, o da. Gəlib ona sınırılıb. O da bir uşaqla, uşağını da məktəbə qoya bilmir. Biz qonşuyuq, şahidik burada. Biz təbibə zəng eləyək görə, bu nə məsələdir? Uşağının neçə yaşı var? 10 yaşı var. Balaca oğlun 10 yaşı var. Deməli, yoldaşından ayrılıb. Bəli, bəli. Bir uşaq onda qalıb, bir uşaq onda qalıb. Bir uşaq anasındadır, uşaq da bizdə qalır. Hal-hazırda uşaq indi qonşudadır. Yəni dedik ki, uşaq ağladı ki, mən istəmirəm anamı belə görüm. İndi uşaq getmir məktəbə. Qonşuda başını qatdıq deyirik. Uşaq məktəbə getmir, imkan yoxdur məktəbə qoymağa. Ana yəni oxuda bilmir, vəziyyəti çox ağırdır. Bu ağır xəstəndə deyirlər, aparın, gedin evdə müalicə eləyəm. Evdə necə müalicə eləmək olar? Bu ev xəstəsi şişir, gündən günə şişir. Bunu belə qoymaq olmaz axı. Ev şəraitində bu müalicə eləmək olmaz. Yəni skor da gəlir, aparmır. Dünən də Abşeronda olmuşam. Abşeronda da getmişəm müdiriyyətində yanına. Deyiblər, yerimiz yoxdur. Yerimiz olsa dərmanımız yoxdur. Yerimiz olsa yeni klinika deyib yerimiz yoxdur. Semaşka deyib dərmanımız yoxdur. Biz bunu başqa hara aparım mən bunu? Bu xəstə onda ölməlidir. Hanım bizim bu qeyrətdir. Vallahi gələcəyin bir saldatın böyüdür də. O da nə zülmdür. Elnur müəllim cavab vermir. Qoy Təranə xanıma zəng eləyək. Ola bilməz bu cür xəstəni qəbul eləməsinlər. Yəni yeni klinikaya dünənləri yana vermişik, atkaz gəlib. Ki yerimiz yoxdur. Xəstə gündən günə də ağırlaşır. Su mahiyyəsi çox alır. Hicranə xanım da götürmür. Cavab vermədi. Qoy Kamil müəllimə zəng eləyək.
Neçə vaxtdır belədir? 6 aydır bu vəziyyətdədir. 6 aydır. 6 aydır bu vəziyyətdədir. Elə bil bir dəfə yenə şikayətlə təbibə zəng eləmişik, bitər. Semaşkada yatıb, dərman olmayıb, yenə bu halda çıxıbdır. Ondan da bəri Alo. Salam Kamil müəllim, hər vaxtınız xeyirli olsun. Vallahi yəqin ki bilirsiniz də biz mətbuat xidmətinin əməkdaşlarıyıq və Bəli. yəni mətbuat sorğusu varsa bu halda biz cavablandıra bilərik. Əks halda vətəndaş müraciətləri ilə bağlı 815 qaynar xətti ilə çağrı nömrəsi ilə əlaqə nömrəsi ilə əlaqə saxlaya bilər. Onlar özləri daha ətraflı yönləndirə bilərlər. Bəs indi mən bu xəstəyi hara apara bilərəm? Vəziyyəti yaxşı deyil xəstənin. Təcili yardım çağırılıb. Dəfələrlə təcili yardım gəlib, çağırılıb, aparmırlar. Deyirlər ki, yerimiz yoxdur. Yerimiz yoxdur. Yeri olanda deyir. Çox xahiş edirəm. dərmanımız yoxdur. Mümkünsə köməkli edin. Hansı? Zəhmət olmasa 815 ilə əlaqə saxlayardınız. Aha, Yəni mən bu dəqiqə üçün nəsə bir köməkli eləməyə qaldım. Alıb yazar. oldu. Çox sağ olun Kamil müəllim. Təşəkkür ederim. Buyurun. Sağ olun. Belə. Belə dəyərli izləyicilər, siz kimdən kömək gözləyirsiniz? Azərbaycanın qeyrətli oğlanlarından. Valla indi hər bir manatdan köməklik eləsə, yəqin ki biz də bir ananın, bir övladın xoşbəxtliyi üçün bir savab qazanarıq. Valla yazıqdır, bir balası var, bir körpə balası var, cavandır. Azərbaycanın qeyrətli oğlanları hər bir manatdan köməklik eləsə, bəlkə də buna bizim bir köməyimiz dəyər. Bir insanın həyatda qalması üçün, bir övladın anasız qalmaması üçün yəqin ki Alo. Salam xanım, hər vaxtın xeyirli olsun. Çatan bir məsələ deyil bu. Siz 815-dən ümumiyyətlə detalları göndərin də mənə. Ad, soyad, ata adı belə və siz özünüz aparırsınız xəstəni. Xəstəni özüm əgər desəniz hansı xəstəxanaya yerləşdirərlər, müalicəsi olsa, Nə bilirsiniz? xanım, yaxınları buradadır, dəfələrlə təcili yardım gəlib aparmayıblar. Deyiblər ki, yer yoxdur, Yer yoxdur, apara aparmırlar. bilmərik. Siz zəhmət olmasa ünvanını, bir də ad şəxsiyyət vəsiqəsini göndərin. Aha, Biz yönəldək. oldu. Təşəkkür edirəm. Sağ Ünvan olun. və şəxsiyyət vəsiqəsi oldu. Oldu. Təşəkkür edirəm. Sağ olun, sağ olun. Belə dəyərli izləyicilər, buradan Azərbaycanın dəyərli oğlanlarına, imkanlı oğlanlarına xahiş edirik ki, xanıma köməklik etsinlər dərman almaqdan. Evladı var. Baxa da bilmir. Valla biz Çox çətin vəziyyətdə yaşayırlar. Rahidə zəng vurmusunuz dediyinizə görə, Xaqocana zəng vurmusunuz elədiniz. hə, zəng vururuq deyirlər, aparmırıq. Yəni yer yoxdur. onlar Yer Yox, yox. cavablandıra bilmirlər. Onu düşə bilmirlər. Hə, cavablandıra Hə, ona düşə bilmirlər. bilmirlər. Biz də müraciət edirik. Kimin nəyə gücü çatır? Telefon nömrəsi deyə bilərsiniz burada. Mən Hə, öz telefon nömrədir. 070 298 21 34. Dəyərli izləyicilər, bax bu xanımın nömrəsidir. Xanım baxır xəstəyə. Kim istəsə əlaqə saxlasın. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalımıza abunə olun, Allah paylaşın. xoş gedər. Valla belə bir yazıqdır, cavandır, bir körpə balası var. Allaha xatir hər bir manatdan, 2 manatdan köməklik eləsin. Biz qonşular indiyə qədər əlimizdən gələn eləmişik valla. Yəni bu müddətə qədər yaşama səbəbi biz qonşular olmuşuq. Yardım eləmişik, nəyə gücümüz çatıb. Çox sağ olun, təşəkkür edirəm. Sağ olsun. Yaxşı insanlar